Su və zamanın qoruyucuları ovdanlar. Bir zamanlar quraqlıq səbəbindən Azərbaycanın yarım səhra bölgələrində, xüsusilə də Abşeron yarımadasında içməli suyun ciddi çatışmazlığı hiss edilirdi. Bu problemin həlli üçün ovdanların, yəni su quyularının inşasına başlanılır. Ovdan sözünün mənşəyi haqqında bir neçə fərziyyə var. Ən geniş yayılmış fikrə görə bu söz fars dilindəki ab, yəni su və dan şəkilçisindən yaranır. Suyun olduğu yer mənasını verir. Bəzi alimlər isə hesab edirlər ki, ovdan sözü türk dillərindəki ovuq ovdan, yəni çuxur və ya qazıntı sözlərindən əmələ gəlib. Ovdanlara demək olar ki, Abşeron boyunca rast gəlmək mümkündür. Ovdanların tikilisində əsrlər boyunca sınanmış təcrübədən istifadə olunur. Ən qədim qeydə alınan ovdan isə Qala kəndində 1665-ci ildə 2-ci Şah Abbas tərəfindən tikilmişdir. Oxşar su anbarları Türkiyə, İran və Orta Asiyanın bəzi bölgələrində də mövcuddur. Yarım səhra və səhra ərazisində ovdanların çox mühüm rolu olub. Karvan yollarının mövcudluğu ovdansız mümkün olmazdı. Bunun ən gözəl nümunəsi Sanqaçalda yerləşən Sanqaçal karvansarının ətrafında olan 2 ovdandır. Və həmin ovdanlarda bugünə qədər də su mövcuddur. Ovdanları inşa edən ustalar həm geologiyadan, həm də tikinti işlərindən xəbərdar olmalı idilər. Ovdanları quruluşuna görə 3 kateqoriyaya bölmək olar. Birinci kateqoriyaya qaya içində oyulmuş və yağış sularını toplayan ovdanlar daxildir. Bu növ ovdanlar açıq qaya çıxışlarında tikilirdi. Yamaclı səth seçilərək aşağı tərəfdə su toplayan ambar oyulurdu. Yağış suyu qayanın üzərindən axaraq xüsusi hazırlanmış yivlərdən ovdanın içərisinə yönəlirdi. Məsələn, Güzdəkdəki ovdan bu quruluşdadır. İkinci kateqoriyaya qumlu torpaqda tikilən və əsasən yeraltı suları toplayan ovdanlar daxildir. Məsələn, Qala ovdanı. Üçüncü kateqoriyaya isə həm yeraltı, həm də yağış suyunu toplayan qarışıq tipli ovdanlar daxildir. Məsələn, Maşdağa ilə Nardaran arasındakı ovdan. Ovdanların tikilisi xeyirxah və cəmiyyət üçün çox vacib bir iş sayılırdı. Orta əsrlərdə hökmdarların bir çoxu ovdanların tikilməsinə xüsusi diqqət yetirirdi. Abşeronda bir çox tikililər, ovdanlar, karvansaraylar, müdafiə qalaları 1-ci Şirvanşah Xəylullah zamanı tikilib. Ovdanlar adətən 3-4 metr dərinlikdə yerləşir. Ortasında suyun yığılması üçün nəzərdə tutulan otağa bənzər bir yer olur. Ora pillələrlə enmək mümkündür. Bu pillələr geniş tikilirdi ki, insanlar istiya günlərində burada oturub sərinləyə bilsinlər. Ovdanların memarlıq quruluşunda onların günbəzi xüsusi diqqət çəkir. Bu quruluş suyun buxarlanmasının qarşısını alır, müəyyən qədər toz və qum fırtınalarından qoruyur. Daim kölgə yaradaraq ilin ən isti fəslində belə suyun sərin qalmasını təmin edir. 1923-cü ildən etibarən ovdanlar torpaqla doldurulur. Çünki Sovet dövründə onların silah anbarı kimi istifadə olunacağından qorxurdular. Təəssüf ki, az sayda ovdan dövrümüzə gəlib çatıb. Çoxu dağıdılıb, bəziləri isə yeraltı suların quruması və ya mərkəzləşdirilmiş su təminatı səbəbindən istifadəsiz qalıb. Sevindirici hal odur ki, bəzi ovdanlardan bugün də istifadə olunur. Hal-hazırda dayandığımız yer isə Ləyiş bağlarında yerləşən məşhur 3 ovdan ərazisidir. Burada 3 dənə arxitektur baxımından çox gözəl və maraqlı tikili yerləşir. Bu ovdanlar müxtəlif zamanlarda tikiliblər.
Onu da qeyd etmək vacibdir ki, ovdanlar hal-hazırda da fəaliyyətdədir. İçməli sudan yerli əhali bu günə qədər istifadə eləyir. Ləş bağlarında yerləşən ovdanların üzərində kitabə var. Kitabə sadə desək, binanın pasportu deməkdir. Onun üzərində adətən kim tərəfindən və nə vaxt inşa olduğu yazılır. 3 ovdanın ikisinin üzərində həmin kitabələr bu günə qədər mövcuddur. İstifadə olunan ovdanlar arasında Maşdağadakı İslam Əmir Aslan ovdanı, Nardaran ilə Maşdağı arasındakı ovdan, Güzdəkdəki Şirinsu ovdanı, Bakı dairəvi avtomobil yolundakı Qala kəndindəki ovdanlar, Ramana, Xocəsən, Səngəçal, Beşbarmaq dağının yaxınlığındakı ovdanlar, Zığ, Şağan, Balaxanı və İçəri şəhər ovdanları var. Rayonlarımızda da ovdanlara rast gəlmək mümkündür. Ovdanlar həm keçmişimizi, həm də xalqımızın müdrikliyini və zəhmətsevərliyini nümayiş etdirən canlı şahidlərdir. Bu abidələri qorumaq isə bizim tarix qarşısındakı borcumuzdur.